Kompüterimizi flash kart ilə format etmək üçün Windows flash kartımıza necə yaza bilərik? Browserımıza daxil oluruq. İstədiyimiz Windows'u yazırıq. Download Windows 11 seçirik. Windows yükləməyimizin iki yolu var. Birincisi installation media ilə, ikincisi ISO ilə yükləyə bilərik. Birincisi seçirəm. Creation tool'u save edirik. Qarşımıza belə bir pəncərə çıxacaq. Accept edirik. Windows'umuzun istəsək dilini də buradan dəyişə bilərik. Seçdikdən sonra next edirik. ISO faylı seçib yenidən next edirik. Bu pəncərədə isə Windows'un ISO faylını harda saxlamaq istədiyimizi soruşur. Bir yer seçib save edirik. Və Windows 11'imiz ISO faylı artıq yüklənməyə başlayır. Windows 11 yükləndi və bu da onun ISO faylı. İndi isə yenidən browserımıza daxil oluruq və axtarışa Rufus yazırıq. İlk çıxan sayta daxil oluruq. Proqramın ən axıncı versiyası olan 4.2 versiyasını yükləyirik. Proqramımıza daxil oluruq. Proqram açıldıqdan sonra 8 GB-dan az olmamaq şərti ilə bir flash kart daxildə kompüterə. Flash kart artıq burada görsənir. Başlamamışdan qabaq flash kartınızın içində heç nə olmadığından əmin olun. Windows 11-in ISO faylını sürüşdürərək proqram atırıq. Çıxan bu pəncərədə isə dəyişmək istədiyimiz ayarlar varsa dəyişdirib OK seçirik. Sonra isə OK seçirik. Red yazısı gəldisə demək hər şey tamamdır.